Tarix boyu kitablar müxtəlif səbəblərə görə qadağan olunur və məhv edilib. Onlar bu gün də qadağan olunur, yandırılır və bəzən yazarları da təzyiqlərə məruz qalır. Bu yazarlardan biri də Əkrəm Əylislidir. O qadağan olunmuş əsər müəllifi kimi bu barədə danışır. Kitabların qadağan məsələsi mən bir dəfə bu yaxın bir il bundan qabaq bir informasiya rast gəldim və biraz da düzü sevindim ki, Amerikadakı kitab sevərlərdir, yoxsa kitabçılar cəmiyyəti var. Onların siyasi çap olunmuşdu. 10-11 idi deyəsən. Müəllifin kitabları qeyd olunmuşdu. Orada mənim də kitabım qeyd olunmuşdu. Yəni heç yaddaşları yazanda heç yuxuma da girməzdi ki, mən nəsə elə bir şey yazıram ki, aləm dağılır. Qarışacaq bir-birinə. Miting keçiriləcək, kitab yandırılacaq. Mən bunu yuxuma da girməzdim. Mən oturmuşam, əsər yazmışam. Həmişə necə, bu dəfə deyirlər. Əlbəttə, mən Azərbaycan yazısıyam. Mənim oxucularım Azərbaycanlılardır. Və mənim Azərbaycanda kifayət qədər çox miqdarda oxucum var. Kifayət qədər, indinin özündə də. Məsələn, mən elə adama rast gəlirəm, birdən təsadüfən deyir ki, dünən filan əsəri oxudum, bütün gecəni yatmamışam. Məsəl üçün, əsas odur ki, sən öz yazdığından peşman olmayasan. Mən məsələn, əgər öz yazdıqlarımı oxumaqdan hərdən bir həzz ala bilməsəydim, inanın ki, mən elə bilərdim, Azərbaycan dilində daha əsər yoxdur oxumağa. Biraz qeyri-təvəkkər səslənir. Amma mənim əsərlərim Azərbaycan dilinin ən yüksək həddində yazılır. Kitablar kimlər tərəfindən və niyə qadağan olunur? Naşir Şahbaz Xudoğlu bununla bağlı fikirlərini bildirir. Əslində, kitablar qadağan olunur dövlətlər tərəfindən. Bu, yəni o yerdəki dövlətin maraqlarına kəsişir kitabların maraqları, orada o kitablar qadağan olunur. Amma indi bizim qanunvericilikdə dini ayrı seçkiliyi, milli irqi ayrı seçkiliyi, sonra dini radikalizmi təbliğ edən, eyni zamanda pornoqrafik demək, pornoqrafiyanı yayan kitablar da qanunvericiliyi qadağandır. Şahbaz Xudoğlu bəzi kitabları nəşr etməyin riskli olduğunu bildirir. Doğrusu, daşlıqları məsələn, mən bir nəşriyyat olaraq çap eləməyə mən ehtiyat edirəm. Çünki yaxşı ki, Əkrəm Əylisi də bunu yaxşı başa düşür. Mən məsələn Fəthullah Gülənin kitabını çap eləmərəm, nəşriyyat kimi nəşr etmərəm. Çünki mənim indi gördüyüm işlər daha dəyərlidir, nəinki yalnız deyək ki, bir Fəthullah Gülənin kitabını buraxmaqla öz fəaliyyətimi bütövlüklə risk altına qoymaq. İndi elə zamanədir ki, kaş tək daşlıqlar yox. Bir neçə də bundan başqa da bədii əsərlərimiz qadağan olunmuş olardı. Yəni, bu saat bizim bir 10 əsərimiz qadağan olmuş olsaydı, təsəvvür edin ki, bunun dünyada reaksiyasına boydu olar. Bakı sakinləri kitablar niyə qadağan olunur sualını cavablandırdılar. Bu kitablar ola bilsin ki, dini, siyasi münaqişə yarada biləcək bir kitablardır. Ona görə də bunların yayılması kütləvi müharibələrə, kütləvi insan belə deyə çaxnaşmalarına səbəb ola bilər. Yəqin ki, buna görə qadağandır. Demək olar ki, bütün dövrlərdə belə qadağan olmuş ədəbiyyatlar olub əslində. Amma bunların bəziləri sonradan zaman keçdikcə hamının oxuya bildiyi ədəbiyyata çevrilib, bəziləri elə o cürdə qalmaqdadır. Kiməsə sərf edən kitablar həyatı boyu yazılacaq və çap olunacaq, lap satılmasa belə. Dəyişilir də, kitabı dəyişirlər. Tarixi dəyişirlər, ona görə kitab qadağan edə bilər. Başqa cür kitab niyə qadağan eləmək olar ki? Müxtəlif səbəblərə görə ola bilər. Məsələn, içərisində hüquqa, insan hüquqlarına qarşı nələrsə varsa deyə qadağan oluna bilər. Və ya içərisində mövcud siyasi sistemə qarşı nəsə varsa qadağan oluna bilər. Qadağan məsələsi həm siyasi xarakter daşıya bilər, həm də hüquqi xarakter daşıya bilər. Fərqli səbəblər mümkündür. Magiya kitabları, pornoqrafik kitablar ləğv olunmalıdır, mənim fikrimdir bu. Yəni insanların psixologiyasını daha çox pozur. Ona görə qadağan oluna bilər və ya yəni əsasən insanın psixologiyasını təsir edən kitabları mən görmüşəm ki,
qadağan olmuşdur. Məsələn, Cin-i Şərif adlı bir dənə kitab var. Bütün ölkələrdə qadağan olub. Orada güya cinin çağırılma üsulları, belə bir şeylər var. Yəni belə başqa deyə bilmərəm başqa kitablardan. Belə özüm məlumatlandığım elə kitablardır ki, qadağan olunur. Kitabı qadağan eləmək olmaz. Yek kəlmə, qurtardı getdi.